yox idi, bir oğlan var idi. Bu çox ağıllı, çox mehriban və qayıqkeş idi. Bir gün bu oğlan səyahətə çıxmaq qərarına gəldi. Az fikirləşdi, çox fikirləşdi. Nəhayət, nağıllar aləminə getməyə qərar verdi. Bu oğlan gözlərini yumur və indi siz nələr gördüyünün şahidi olacaqsınız. Gedirəm sizlər üçün süd gətirməyə. Qapını heç kimə açmayın ha, yoxsa ac canavar sizi yer. Ayana, bəs biz nə bilək ki, sən gəlmirsən? Mənim ağıllı şərqimdir. Mən mahnımızı oxuyacağam. Siz də biləcəksiniz ki, mən gəlmişəm. Ana, Ayana, bax biz də mahnımızı bilirik. Şən gülüm, şün gülüm, mən gülüm, açın qapını mən gəlim. Sizə mən su gətirmişəm, süd gətirmişəm, ot gətirmişəm. Afərin mənim gözəl balalarım. Eli isə mən gedim. Əgər özünüz yaxşı aparsanız, sizi şənliyə aparacağım. Ana, şənlik var. Heç biz bilmirik. Nə vaxt, harda, eləsə hazırlaşmaq lazımdır. Sən gülüm, mən gülüm, şeir, mahnı öyrənmək üçün şənlikdə dostlarımızla oxuyaq. Ana, sən narahat olma. Bizə kimə qapını atmarıq. Həm də mən güclüyəm. Heç kimdən qorxmuram. Canavar gələrsə ona bir boynuz vuraram, qorxub qaçar. Bax da boynuzlarım necə də itidir. Yaxşı, mənim balalarım. Evdə kimsə var? Bu bizim anamız deyil. Ola rahat bulaq. Get başqa yerdə özünə yemək tap. Aman Allah'ım, mən az qaldım. Oğlan gəlməsəydi, indi bu keçilərə qalın doyuzmuşdum. Çox sağ ol köməyin üçün. Oldu, mən getdim. La la
özümə. Dost gəl, hardasan, tez gəl, hardasan. Baxdım güzgüyə, baxdım özgəyə. Yoxdum gözləyə. Ah gözlərə mən, vah gözlərə mən. Yaxınlarda şənlik olacaq. O şənliyə tək gedə bilmərəm. Yaxşısı budur, gedim çəməni gəzim. Kim mənimlə dost olarsa, onunla da şənliyə gedərəm. Suray, xanımdır, daray, xanımam. Şənli olacaq, şənliyə getməyə özümə dost axtarıram. Xanım, hər yeri axtarsan da məndən yaxşı dost tapmazsan. Sənə keçi südü verərəm, quzu ət yedirdərərəm, keçinin yanında sənə don toxudaram. Bəs səni incitsəm mənə nə edərsən? Bağlaram səni. Yox, istəmirəm sənin kimi dost. Dıxan, gəl mənimlə dost ol. Mənimlə dost olsan sənə hər gün toy qavlaya gətirərəm. Mışıda səni heç kim incidəməz mənimlə dost olsan. Bəs səni incitsəm mənə nə edərsən? Salarım səni dişimə çiynəyərəm. Sən bir buna bax, istəmirəm sənin kimi dost. Nazlı xanım, gəl mənimlə dost ol. Mən sənə buğda, darı, düyü gətirərəm, arş gətirərəm. Həmişə səninlə gəzmək gedər, qoymaram darıxır. Bəs səni incitsəm mənə nə edərsən? Qəzın soraq, mənə incitsən quyruğuma yağ çəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm. Elə isə sənlə dost olaram. Amma siz məni incidərsiniz. Xanım, sən burada gözlə, mən gedim sənə yemək gətir. Sən açsın, amma ehtiyatlı ol ki, sıraya düşərsən. Hamı sənin dostun. Gedib mənə yemək axtarmağa. Çox sağ ol mənə kömək etdiyin üçün. Mən də bayrama hazırlaşmalıydım. Oldu, mən getdim.
nənə, çoxdandır turp əkmişəm. Turpları sulanmışam, onlar böyüyüblər. Girim turpla çıxardım, sən yemək hazırlayın. Yaxşı, sən get turpu çıxart, mən də yemək hazırlayım. Nəvəmizi yedirək, sonra da şənliyə getməyə hazırlaşaq. Ay nənə, kömək lazımdır. Turp elə böyütdü ki, tək gücüm çatmır. Dostlarım da çağır, babaya kömək lazımdır. Tez bostana getməliyik. Toplan, tez ol, köməyə yetiş. Nə olub balaca, nə səs sürdün? Babamın köməyə ehtiyacı var. Tez bostana getməliyik. Elə isə qoy Məstanı da çağırın. Məstan, ay Məstan, tez özünü yetir. Nə oldu, nə baş verir? Məstan, sənin köməyinə ehtiyacımız var. Babaya kömək lazımdır. Tək gücünüz yetmir. Öyleyse gel sen de gelsin. Sen gelse tufun köklerini dişleyecek. Böylece ismi sindirirsen. Olar. Eşitdim ki, məni çağırırsınız. Nə lazımdırsa mən hazır. Nəyə gitmək, nəyə çeynəmək lazımdırsa bir can edərəm. Amma bir şərtim var. Bundan sonra pişik məni qorxutmasın. Yaxşı, mən razı. Babaya köpək lazımdır. Mən indi sizə kömək edərəm. Çox sağ ol, sən burada olmasaydın biz bu işi bacara bilməzdik. Oldu, mən getdim.
qaçmışam, babadan qaçmışam, hamıdan qaçaram. Deyirlər, şənlik var, hamı ora gedəcək. Gərək mütləq mən də ora gedim. Amma ehtiyatlı olmalıyam. Çünki mənim kimi dadlı qoğal yemək istəyənlər çoxdur. Hiləgər tülkünü harda görsəm ondan uzaqlaşmalıyam. Yoxsa məni yeyər. Ya da özümə dost tapım ki, şənliyə onunla birlikdə gedim ki, heç kəs məni yeyə bilməsin. Dadlı duzlu qoğal, sən burada nə edirsən? Mən nənədən, babadan qaçmışam. Biz nənəmizin yanına gedirik. Gəl sən də bizimlə gedək. Bax, mən ona dadlı kökələr bişirmişəm. Nənəm səni görüb çox sevinər. Mən bu qoğalı tanıyıram. Bu hamıdan qaçan qoğaldır. Qoğal, ay qoğal, meşəyə əjdaha qardaş gəldik. Bəs sən qorxmursan ki, o səni yeyər. Yox, o məni yeyə bilməz. Mən onun üçün mahnı oxuyaram. Bəs siz qorxmursunuz məyər? Biz ona şeir deyərik. Bir səhər gəzə-gəzə çıxdıq çiçəkli düzə. Sarı boy çiçəyini nənəm göstərdi bizə. Bilsəniz, belə yaxşı ətirli çiçək olmaz. Hər kim dərib saxlasa, onun boyu uzanar. Sən kimsən? Siz məni tanımırsınız bəyəm? Yox. Mən bu yerlərin ən məşhur, ən güclü ovçusuyam. Mənim atdığım heç bir güllə boşa getməz. Bilirsinizmi mən nə qədər canavar şirkəyən aslan ovlamışam? Mənim adım gələndə bütün heyvanlar qorxudan əsir. Səhər çıxdım ova, bir maral qova-qova. Yüz-yüyəcəyən salaram tora. Elə isə ovçu qardaş, bizə məharətini göstər. Dayan, dur. Sən nə edirsən? Sən bilmirsən ki, ceyranlar, marallar qırmızı kitaba düşmüş heyvanlardır. Onları oxumaq olmaz. Axı mən qızlara öz cəsarətimi göstərməliyəm. Onlar görsünlər ki, mən necə ovçuyam. Əgər öz bacarığını göstərmək istəyirsənsə, bizə qoşul gedək şənliyə. Orada öz hünərini göstərsən, rəqs edərsən, mahnı oxuyarsan. Olar, niyə də yox? Oldu, mən getdim. When you
Bugün şənlik təşkil olunacaq. Hamınızı ora dəvət edirəm. Gəlin bir yerdə ora gedək. Şənlənək, mahnı oxuyaq, şiir söyləyək. Amma bu şənliyə getmək üçün bir şərtim var. Siz gərək heç vaxt bir-birinizi incitməyəsiniz. Həmişə mehriban olasınız. Valideynlərinizin sözündən çıxmayasınız. Həmişə köməyə ehtiyacı olana kömək edəsiniz. Elə isə tutaq əl-ələ. Biz gedək şənliyə. Səsimiz yaysın aləmə. Kəpənəklər qonsun çəmənə. Biz mehriban dostlarıq. Heç kimi incitmərik. Dərslərimizi yaxşı oxuyarıq. Müəllimlərimizi sevindirərik. Hörmət edərik yaşlılara. Qayğı göstərək balacalara. Uzaq durarıq yadlardan. Küsmərik dostdan, tanışdan. Biz bilirik ki, dostluq qalib gələr. Pislikdən heç kim xeyir görməz. Getdik dostlar, şənlik bizi gözləyir. Bizə deyilən ünvan buradır. Şənlik də burada olmalıdır. Əziz dostlarım, xoş gəlmisiniz. Bayaqdan sizi gözləyirəm burada. Sarayımın qapısı seyirlidir. Qapının açılması üçün seyri sındırmaq lazımdır. Və bu iş isə sizin əlinizdədir. O nə sehirdir elə? Siz mahnı oxumalı, şeir söyləməli və rəqs etməlisiniz ki, qapılar açılsın, yoxsa qapılar açılmayacaq və mən buradan çıxıb gedə bilməyəcəyəm. Ondan asan nə var ki, bir tamaşa göstərərik, hamı heyran qalar.